Mövzumuz tam ədədlərin çıxılması və koordinat oxunda iki nöqtə arasındakı məsafə haqqında olacaq. Əvvəl tam ədədlərin çıxılmasından danışaq. İki ədədin fərqini tapmaq üçün azalanın üzərinə çıxılanın əksi olan ədədi əlavə etmək lazımdır. Məsələn, -2 çıxılsın 1. Azalanımız -2-dir, çıxılanımız da 1-dir. Yəni, -2-dən 1 çıxılıb. Azalanın üzərinə çıxılanın əksini gəlirəm. 1-in əksi -1-dir. Burada nə aldıq? 2 mənfi ədəd aldıq. 2 mənfi ədədi cəmini tapmaq üçün onların modulları tapılırdı. -2-nin modulu 2 idi. -1-in də modulu 1-dir. Daha sonra onlar toplanırdı 3. Cavabın da qarşısına mənfi yazılırdı. Bu nümunəni həmçinin ədəd oxunda da göstərə bilərik. -2 çıxılsın 1-i. Baxın, ədəd oxunda necə göstəririk? Burada 0-ı qeyd edirik. -2-ni qeyd eləyək. -1, -2. -2 buradadır. -2-nin üzərinə -1 əlavə olunub. -1 əlavə olunubsa, baxın, buradan, bu misaldan biz bu cavabı aldıq. -2 üzərinə gəl, -1. O zaman -2-ni qeyd etdimsə, üzərinə -1 gəlmək üçün biz bir vahid sola doğru sürüşdürməliyik. Baxın, bir vahid. Yəni, burada -1 yazaq ki, ikinci toplanım. Bu birinci toplanan, bu da ikinci toplanan idi. Gəldi, düşdü bura. Bura -1, -2, bu da hansı nöqtə olacaq? -3 nöqtəsi. Bunu aşağıda yazıram, qarışmasın. Bu da bizim aldığımız -3 cavabı ilə uyğun gəlir. Digər bir nümunəyə baxaq. Bu bizim birinci nümunəmiz. İkinci nümunəyə də baxaq. -2 çıxılsın -5. Azalanımız -2-dir, çıxılanımız da -5-dir. Yəni, -2-dən -5 çıxılıb. Azalanın üzərinə çıxılan əksini gəlirdik. -2-nin üstünə gəlirəm. -5-in əksi -5-dir. Buradan hansı nəticəyə gəlirik? Biri mənfi ədəddir, biri müsbət ədəddir. Yəni, müxtəlif işarəli ədədlərin toplanması qaydasına gəlirik. Modullarını tapıram. -2-nin modulu 2-dir. Belə də yaza bilərsiniz. Ox işarəsi qoyub altından da yaza bilərsiniz. Və yaxud da bundan əvvəlki mövzuda izah etdiyim kimi belə də yaza bilərsiniz. İndi yazdığım kimi. Modulda 5-dən 5 çıxır. Daha sonra 5-dən 2-ni çıxıram, 3 yazıram bura. Modulca böyük olan ədədimiz 5-dir. 5-in də işarəsi müsbət olduğuna görə həm burada müsbət görsənir, həm də burada müsbət görsənir. Yəni, onun qarşısındakı işarəyə görə təyin edirik. O zaman 3-ün də qarşısına heç bir işarə yazmırıq. Artıq bunun müsbət olduğu buradan bəllidir. İndi ədəd oxunda göstərək. Ədəd oxu çəkirəm. Bax, buna görə yox. İkinci sadələşdirmiş nümunəyə görə ədəd oxunda qeyd edəcəm. Birinci toplanımız -2-dir. -1, -2. Üzərinə 5 gəliblərsə, deməli, mən sağa doğru 5 vahid saymalıyam. 1, 2, 3, 4, 5. Sağa doğru 5 vahid saydım. Burada yazıram plus 5. Bu birinci toplanan, bu da ikinci toplanan. İndi buradan bu nöqtəyə gəlib üzərinə düşdü. Bu nöqtəni təyin edirəm ki, neçədir? 0-dan sağ tərəfdədirsə, bura 1-dir, bura 2-dir, burada 3-dür. Biz də cavabda neçə almışdıq elə? Müsbət 3 almışdıq. Tam ədədlərin çıxılmasına aid başqa bir qayda da deyə bilərəm. A ədədi ilə B ədədinin fərqi A ədədi ilə B ədədinin əksi olan ədədin cəminə bərabərdir. Yəni, A çıxılsın B bərabərdir. A üzərinə gəlinsin, -B. Yəni, tam ədədlərin çıxılmasına aid olan qaydanı düstur formasında belə də göstərə bilərik. Bir dənə də nümunəyə baxaq. Üçüncü nümunə yazıram. -3 çıxılsın, mötərizənin içərisində 1 çıxılsın 5 bərabərdir. Burada mötərizə olduğuna görə biz birinci mötərizənin içərisini hesablamalıyıq. 1 çıxılsın 5 hesablamalıyıq. Buradan yazıram. 1 çıxılsın 5 bərabərdir. Azalanın üzərinə çıxılanın əksini gəlirəm. 1-in üzərinə gəlirəm. 5-in əksi -5-dir. Oldu müxtəlif işarəli ədədlərin toplanması. Modulda 1 yazıram, 1 çıxır. Modulda -5 yazıram, 5 çıxır. 5-dən çıxıram 1-i, 4. Gətirib bura 4 yazıram. Modulca böyük olan ədədimiz 5-dir. 5-in işarəsi mənfi olduğuna görə, bax, həm burada görsənir, həm də burada mənfi görsənir. Mənfi olduğuna görə 4-ün qarşısına mənfi yazıram. İndi gətirib burada yazdırıq. -3 çıxılsın -4. Yenə tam ədədlərin çıxılmasına bu birinci alqoritm yazaq. Buna hətta altından xətt çəkək ki, üçüncü nümunənin birinci alqoritmi idi. -3 çıxılsın -4. İndi bunu necə sadələşdirərik? Yenə azalanımız -3-dür, çıxılanımız -4-dür.
Mənfi 3-ün üzərinə çıxılan əksini gəlirəm. Mənfi 4-ün əksi müsbət 4-dür. İndi bunu da yazılmasını buradan yazıram. 3-cü nümunənin ikinci alqoritmi. Mənfi 3 üzərinə gəl 4-ü yazmaq üçün mənfi 3-dən də modul alıram. Müsbət 3 eləyir. 4-dən də modulda yazıram. 4. 4-dən çıxıram 3-ü 1. Gətirib bura 1 yazıram və modulca böyük olan ədəd 4-dür. 4-ün işarəsi müsbətdir. Bax, həm burada müsbət olması görsənir, həm də buradan görsənir. Müsbətdirsə, deməli elə cavabımız 1 qalacaq. Gətirib yeşun cavabı da burada yazıram. Bu da əməllər sırasına aid olan bir nümunədir. Tam ədədlərin çıxılmasına aid. İndi digər mövzu haqqında danışaq. Koordinat oxunda mövzunu buraya yazıram. Koordinat oxunda 2 nöqtə arasındakı məsafə. Fərqi yoxdur, bu nöqtələr mənfidir, müsbətdir və yaxud da biri mənfi, biri müsbət də ola bilər. Nöqtə arasındakı məsafə. Bu da ikinci mövzudur. Qaydamız belədir. Koordinat oxunda 2 nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatları fərqinin moduluna bərabərdir. Məsələn, bizə belə bir nöqtələr verib. Nümunə üzərində göstərim. Düsturumuz necədir? D bərabərdir modulda A nöqtəsi çıxılsın B nöqtəsi. Bu bizim düsturumuzdur. Məsələn, A nöqtəsinin koordinatı mənfi 2-dir, B nöqtəsinin koordinatı mənfi 6-dır. Düsturu necə dedik? Koordinat oxunda, daha doğrusu qaydana. Koordinat oxunda 2 nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatları fərqinin moduluna bərabərdir. Deməli yazıram, D bərabərdir modulda mənfi 2 çıxılsın mənfi 6. Azalandır, azalan üzərinə çıxılanımız mənfi 6-dır. Çıxılan əksini gəlirəm. Mənfi 6-nın əksi müsbət 6-dır. Mənfi 2-nin üstünə 6 gələndə də biz modulca böyük olanımız 6-dır. 6-dan çıxıram 2-ni 4 eləyər. 6-nın işarəsi müsbət olduğuna görə müsbət 4 qalır. Müsbət 4-dən də moduldan çıxır 4. Bir dənə də nümunəyə baxaq. Məsələn, bizə verib E nöqtəsi 0 verib və F nöqtəsi mənfi 6 verib. Yenə D bərabərdir yazıram. Onu da uşaqlar qeyd edeyim ki, bu bəzən D ilə, bəzən M ilə də işarə oluna bilər. Onun bir fərqi yoxdur, amma həmişə modulun içərisində yazılır və bir koordinat digərindən çıxılır. 0 çıxılsın mənfi 6. 0 burada azalandı. Azalan üzərinə çıxılan əksini gəlirəm. 0 ilə 6-nı toplayanda eləyir 6. 6-dan da moduldan 6 çıxır. 2 dənə müsbət ədəd olsa, yenə də qayda ödənir. Məsələn, C nöqtəsi olsun 7. D nöqtəsi də olsun, məsələn, 17. Yenə yazıram, D bərabərdir 7 çıxılsın 17. 7 azalandır, azalan üzərinə çıxılan əksini gəlmək lazımdır. Müxtəlif şərh ədədlərinin toplanmasıdır. Modulca böyük olan 17-dir. 17-dən 7 çıxanda 10 eləyər. 17-nin işarəsi mənfi olduğuna görə qarşıya mənfi atılır. Mənfi 10-dan da moduldan 10 çıxır. 2 mənfiyə aid nümunə də göstərdim. 0-la mənfini də göstərdim. 2 dənə müsbətə aid nümunə göstərdim. Yəni, bütün ədədlərdə eyni qaydadır. Birincidən ikincinin koordinatını çıxıb modulda yazacaqsınız. Modulda da həmişə müsbət ədəd çıxdığına görə cavab bizə müsbət verəcək.